Bir şeyx deyir, minbərdə dua elirdi. Deyirdi ki, ilahi ilk növbədə dünyapərəst adamlara rəhmət göndər. İlk növbədə fəsad əhlinə rəhmət göndər. Günah əhlinə, dünyada o günahın lap dibinə gedənlərə rəhmət göndər. Deyirdilər ki, yaxşı başa düşür, bunları dua eləyirsən. Niyə əvvəl onları dua eləyirsən? İlk. Deyir ki, onlar hamısı mənə yaxşılıq eləyiblər. Onlardan yaxşılıq görmüşəm. Deyir, necə? Deyir, hər vaxt mən dünyaya tərəf getmək istəyəndə, dünya mən özünə çəkəndə, bunları gördüm, iyrəndim. Bunları gördüm, iyrəndim. Və ya mənə bir pislik elədilər, ya başqasına bir pislik elədilər. Gördüm ki, dünya adamı budur, getmədim ona tərəf. Odur ki, mənə bunlar çox xidmət eləyir əslində. Bunlar mənə çox xidmət eləyir. Gedmək istəyəndə dünyaya tərəf göstərdi bunları, dedim, mən bunlardan olmayayım da, yaxşı adam bunlardan olmaz. Ona görə onlar dolayısıyla mənə yaxşılıq elədilər. Dünya məni cəzb eləyəndə bunlar öz pisliklərdən itəlirlər mən Allaha tərəf. Dünya məni özünə çəkmək istəyəndə. عشقت مبتلا شد خوب شد